Dialoq mədəniyyəti. Bu nə deməkdir ümumiyyətlə dialoq mədəniyyəti? Hər bir şeyin tərifi onun əksi ilə daha yaxşı anlaşılır. Misal üçün, deyirsən ki, mehriban insan nə deməkdir, necə olur? Biz kobud, qaba, aqressiv insan modelini nəzərimizdə canlandırırıq və yaxud onu görürük həyatda. Lovğa, təkəbbürlü, etinasız, heç kimi saymayan, puluna, savadına, gücünə arxalanıb qarşındakı insanı dəyərsiz, üzr istəyirəm, əski parçası hesab edən bir adamı təsəvvür eləyin. Bunun əksi nədirsə, o adam mehriban adamdır. O adam dialoq mədəniyyətinə sahibdir. Və salam, bu qədər sadə. Özümüzü dağa daşa vurmayaq. Bəzən məfhumların izahı çox sadədir. Bəzən heç təhsili olmayan insanlar böyük universitetlərin, böyük professorların dəyərli kitablarında yazdığı psixoloji kodları o qədər həyatlarında gözəl icra edirlər ki, heç təhsili yoxdur. Amma əxlaqı var, mədəniyyəti var. Bu hardan gəlib? Bu ya ailədən gəlib, ya valideynləri ona öyrədiblər və s. və ilaxır. Məsələn, interpersonal intelligence deyilən bir termin var. Emosional zəkada deyilir bu. Bu nədir? Şəxslər arası zəka. Yəni, başqası ilə söhbət edirsənsə, mütləq onunla söhbətdə müəyyən kodlar var, ona riayət et. Məsələn, o səndən soruşur, salam, sən cavab verirsən, salam. Necəsən? Sən də deyirsən, yaxşıyam. Dayanma. Çünki o başladı təşəbbüsə. Sən ona olduğu kimi cavab versən, hələ 1-0 ona uduzursan. O qabaqdadır. Hələ dialoqu inkişaf etdirmək lazım. Bərabərləşməyib hələ. Salam, salam. Necəsiz? Yaxşıyam. Siz necəsiz? Mən də yaxşıyam. Hələ burada biz bərabərləşmədik. O məndən qabaqdır. Çünki dialoqa o başladı. Bəlkə də o artıq idarə etməyə başladı. Bəli, o başladı. Və o niyyətlə başladı ki, bəlkə də ki, kimsə digəri inkişaf etdi. Bəli. Psixoloqlar deyir ki, şəxslər arası, interpersonal intelligence, şəxslər arası zəkanı uşaq vaxtından uşaqlarınıza öyrədin. Necə? Uşaqlarınıza öyrədin ki, kimsə sizə sual verirsə, sualı cavablayıb susmayın. Salam, salam. Necəsiz? Yaxşıyam. Siz necəsiz? Susmayın. Sən də sual ver. İşləriniz necədir?